Salam, hər vaxtınız xeyir olsun. Əziz və dəyərli izləyicilərimiz, sevimli Elmir Amlaç kanalının izləyiciləri, hər vaxtınız xeyir olsun. Mən hal-hazırda Mərdəkanda, Buzovna Mərdəkan yolu, Dükan restoranının arxasındayım. Vətən restoranının qarşısında. Əlbəttə ki, tanıyanlar tanıyır. Mən demək olar ki, Mərdəkanın, Buzovnanın, Şüvalanın ən tanınmış küçələrindən birindəyim. Çünki bu küçə demək olar ki, axır zamanlar restoranlar küçəsi adlanır. Niyə? Çünki burada demək olar ki, ən tanınmış restoranlar yerləşir. Ən tanınmış restoranlar yerləşir. Burada sizlərə bu həyəti təqdim edəcəm. Həyət haqqında, ev haqqında məlumat verim sizə. Həyətimiz 8 sotun içərisində inşa olunub. 8 sot torpaq sahəsi. Bəli. Evimiz 8 sot torpaq sahəsinin içərisində inşa olunub. Evin ümumi yaşayış sahəsi 260 kvadratdır, 5 otaqlıdır. Demək olar ki, mən baxdım, ola bilər yadımdan çıxsın, tez-tez baxa-baxa çıxdım. 3 yataq otağının özünün sanitar qovşağı, ümumi sanitar qovşağı, hamısı mövcuddur, tam təmirlidir, təmirdən sonra yaşayış olmayıb. Əlbəttə ki, az da olsa, yarımçıq işlərimiz qalıb, inşallah tam təmir olunacaq. Yəni, bitəcək, çıxacaq evdən. Ev amma tərtəmiz olunub, təmizlənib. Evin sol hissəsidir. Gedəcəm, sizə təqdim edəcəm. Avtomatik olaraq pultla təhciz olunmuş darvazanın qabağında bir maşınlıq üstü bağlı qaraj. Həyətimizdə manqal inşa olunmayıb. Manqalın yerinə belə bir gözəl manqal alınıb, qoyulub. Demək olar ki, ən bahalı manqallardan biridir. Barbekü kimi istifadə olunur və bu götürülür, şişləndə istifadə eləmək olar. Bu söhbətgahın döşəməsi isti döşəmədir. Televizor bura qoyulacaq. Burada mətbəx mebeli yığmayacaq ev sahibi. Onu indidən deyim sizə. Bunun daxilində həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı mövcuddur. Əslində evin arxa hissəsində mən keçib baxmışam. Bilmirəm, çox yormaq istəmirəm sizi. Yəni, görüntü olaraq çox İstəmirəm uzansın, tam olaraq nə varsa onu göstərim sizə. Evin arxasına keçdim, məsafə var. Evin arxasında evin ümumi texniki otağı yerləşir, kombi otağı falan hamısı oradadır. Gözəl bir giriş qapısı var evin, çox möhtəşəm. Sonra keçirəm mən hal-hazırda hovuz hissəsinə. Hovuzumuz aşmadır, 3 metrənin 8 metrə, hətta 8 metrədən də böyükdür. Hovuzun baş tərəfində şəlaləsi, dəvə boynu şəlaləsi var. Özüm söndürmüşdüm ki, dedim, səs gəlməsin deyə, həm də küləkdir, onun üçün söndürdüm. İndi görə yandıra bilirəm. Yandırdım. Söndürüm, küləkdir, həm də səs gəlir, ona görə söndürüm. O söhbətgahdan əlavə olaraq burada da bir tərəfi bağlı, bir tərəfi açıq, hər tərəfi açıq belə deyim, bir güşə düzəlib burada oturmaq üçün, yayda istifadə eləmək üçün, yayda istirahət eləmək üçün. Evin bütöv hər tərəfinə fırlanmaq olur. Evin qiyməti bugünkü gündə start qiyməti 630 min manatdır. 8 sot, 260 kvadrat, 5 otaq yaşanmamış. Bu ev, bir daha söyləyirəm, start qiymət 630 min manat. Dükan restoranın tam arxasında. İndi isə keçək evin daxilinə. Həyətdə onu da deyim sizə, bəzi işıqları var, sensordur. Hava qaralanda özü avtomatik olaraq yanır. Bəziləri isə əllə yanır, sönür. Bir dənə evin daxilini keçid eləyək, baxaq. Gözəl bir, geniş bir qapıya, ümumi giriş qapısı evin. Seyf qapıdır, xüsusi olaraq bu ev üçün sifariş verilir. Ümumi giriş hissəsidir evin. Demək olar ki, evin daxilinə giriş etdik. Sol tərəfdə dolab, düz tavana qədər 2 hissədən ibarətdir. Geniş, böyük bir dəhlizdir. Birbaşa keçən kimi üzbəüz burada bəzənmə stolu yığılıb. Sağ tərəf bütöv olaraq geniş, böyük bir qonaq otağı. Hal-hazırda isti döşəməmiz işləyir. Burada TV stand yığılıb. Burada isə yenə də tavana qədər dolab. İçərisi hamısı rəflərdir. Buradan görüntü birbaşa həyətə, yaşıllıq zonasınadır.
dəyərli izləyicilərimiz, söhbətgaha baxır. Bu tərəfi isə evin ön hissəsinə baxır. Hə? Giriş hissəsinə baxır, bəli. Giriş hissəsinə baxır. Qonaq otağı ilə üzbəüz mətbəx otağı yerləşir. Hansı ki, ümumi girişdən keçən kimi sol hissədə. Mətbəx mebeli hamısı yığılıb, bir daha söyləyirəm, bəzi çatışmamazlıqlar var. Hamısı tam qoyulacaq yerinə. Mətbəxdən birbaşa hovuz hissəyə, bir də həyətdəki o kiçik bir söhbətgaha keçid qapısı var. Soyuducu qoyulub, sobalar qoyulub yerindədir. Keçdik. Dəhlizdə, ümumi giriş hissədə geniş bir ümumi sanitar qovşağı yerləşir. Qapılar hamısı maşallah hündür qapılardır. Buram üçün, bu ev üçün sifariş verilib. İç qapılar deyilir də buna. Gözəl də rəngi var. Seçilmiş rəngli. Birinci yataq otağı, hansı ki bu yataq otağı görünüşü, pəncərə, vitrin pəncərə birbaşa hovuz tərəfə və buradan da qapısı var, hansı ki bu tərəfə. Buradan istifadə etmək üçün. Qapı da pəncərə kimi istifadə oluna bilər. Həm pəncərə, həm də qapı kimi. Ciflidir. Bu yataq otağının daxilində qardırob və sanitar qovşağı yerləşir. Sanitar qovşağı vanna ilə təchiz olunub. Əl-cüyan, unitaz, vanna. Kim istəsə bunu master, yəni valideyn yataq otağı kimi edə bilər. Amma bundan əlavə də yataq otaqlarımız var ki, hamısı ki, daxilində sanitar qovşağı var. Bu yataq otağının sanitar qovşağı yoxdur. Evin arxa hissəsidir. O biz pəncərədən göstərərəm evin. Məncə oradan görünür kombimiz, kombi otağımız. Bura üçüncü yataq otağıdır. Bu yataq otağının da daxilində sanitar qovşağı mövcuddur. Elvin buradan görünür. Məncə qısa olaraq göstərə bilərsən. Orada evin ümumi kombi otağı yerləşir. Qapısı falan hər bir şeyi mövcuddur. Yaxşıdır. Var. Bu da bu yataq otağının daxilində sanitar qovşağıdır. Deməli, iki yataq otağında sanitar qovşağı var. Bir dənə ümumi sanitar qovşağı var. Bu da dördüncü yataq otağı. Bu yataq otağında da sanitar qovşağı mövcuddur. Bunu çox qəşəng eləyiblər evin. Çox gözəldir, hə? Üst tavana qədər. Bax, heç bu sanitar qovşağı göstər. Həmən eynisindən burada da belə bir şey var. Bax, bu otaqda da belə bir şey var. Bunun da dalında, arxasında qardırob otağı yerləşir. Bunu çox gözəl eləyiblər. Bu çox xoşladı. Mənim ən çox xoşladığım tavana qədər. Hansı ki, qapıların üstü getməyidir. Çox gözəl görünür. Sağ olsunlar. Bu evi tikib bazara çıxardan insanlar, mən onlara təşəkkür edirəm. Dəyərli izləyicilərimiz, ev haqqında bütün məlumatı, qiyməti falanı, hər şey demişdim. Bir dənə qalmışdı sənəd. Sənəd də bilirsiniz ki, tam sənədlidir, kupçalıdır. Mən kupçasız, sənədsiz ev çəkib müştərilərimə təklif etmirəm. Təşəkkür edirəm sizə. Bizi izlədiyi üçün izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.